Bura Amerikan təbiətidir. Amerikanın vəhşi təbiəti. Qəşəng gəzməli, görməli yerlər var. Quşların səsi bir-birinə qarışıb. Hər növ quş var, hər növ bülbül, yəni ağla gəlməyən qədər quş növləri var. Gözəl səsləri var. Bu meşələrdə ayı var, ceyranlar var. Sonra canavar, başqa heyvanlar. Amerika, Massachusetts ştatı, Boston'un kəndləri. Burada göldür. Doğrudan da təbiətindən göz oxşayır. Burada hər növ ağac var. Yəni bilib bilmədiyimiz çox növdə ağac, gül, elə bir güllər var ki, Yasəmən gülünün iyisini verir. Amma Yasəmən ağacı deyil. Yəni o qədər təmiz havası var ki, bütün demək olar ki, şəhərin rayonları hamısı yəni meşənin içində qurulub. Yəni kənardan baxırsan meşəlikdir, içində evlər var. Yəni təbiətlə iç-içə yaşayırlar burada, yəni Massachusetts ştatında. Yəni bütün insanlar, yəni şəhərləri də ağacla çoxdur, həddindən artıq çoxdur, amma rayon yerləri demək olar ki, meşənin içində hamısı. Yəni oksigen burada o qədər bolluğu var ki, oksigen bolluğundan, yəni mən ilk bura gələndə oksigen bolluğundan, yəni insanın beynindən belə deyim də burun vasitəsilə yəni qan laxtaları gəlirdi. Yəni bu bizdə Azərbaycanda, Bakıda məndə olmayıb belə bir şeylər. Bura gələn bir çox insanların, yəni əksər insanların deyərdim, gəlmələrin, yəni təmiz oksigen olduğuna görə, bolluğuna görə burnundan qan açılır. Yəni belə axmır, amma laxta-laxta qanlar arada gəlir. Yəni elə insanlar var ki, burada yəni dözə bilməyib, yəni ştatı dəyişənlər olubdur. Oksigen təmizliyinə görə burnundan qan, yəni laxta-laxta yox, daha doğrusu desək, əməlli başlı qan axmağa başlayıb. Ona görə bir neçə ailələr buradan yəni köçüblər başqa ştatlara. Bugünkü çəkilişimiz bu qədər. İnşallah yeni çəkilişlərdə görüşərik.